Allah razı olsun sizdən. 9 il bundan qabaq. 9 il, yəni 9 il. 11 il əziyyət çəkdim. 9 ildə bundan qabaq məsləhət gördülər, bəli, sizin yanınıza. Gəldim, mənim bir podruqam Almaniyada yaşayır. Onun bacısı burada Bakıda yaşayır. 2-3 dəfə başqa-başqa həkimlərdə bu əməliyyatı keçirib. Mənə dedi ki, getmə. Getsən onsuz da köməyi olmayacaq da, yenə eyni qayda. Nəsə, mən Valide xanımın məsləhəti ilə gəldim sizin yanınıza. Allaha çox şükür də 9 ildir mənim problemim yoxdur. Lap yaxşıyam, heç bir problemim yoxdur. İndi də qonşum var, yaxın qonşumdur, bacımdır. Onun məsləhət gördüm sizin yanınıza. Gətirdiniz, əməliyyat bitib. Çox sağ olun, Allah razı olsun həkim, Allah var eləsin. Bunu niyə çəkirəm gözəl xanımlar? Yəni bu çəkişləri niyə edirəm? Bax, yazırsınız ki, mən 3 dəfə 4 dəfə falan yerdə olmuşam, heç bir köməyi yoxdur, getməyin, yalandır. Yəni bu xanım var bizim, 9 il bundan öncə elədiyimiz bir pasiyentimizdir, canımızdır, ciğerimizdir. Öz rəfiqəsini bugün gətirib, onu da həmin o şikayətdən qurtardıq. Ondan öncə başqa bir pasiyent gəldi, o əməliyyatlıq deyildi. Onu başa saldı, macisini yalıtdım, yola saldı. Yəni bizdə əsas doğru düzgün diaqnoz qoyulmalıdır. Yəni o falan yerə səhv olundum, yəni sizə doğru düzgün diaqnoz qoyulmayıb, sizə doğru düzgün əməliyyat olunmayıb deyə sizə 3 dəfə, 4 dəfə də oluna bilərsiniz. Əsas yəni doğru düzgün hara gitməyə lazımdır, onu bilmək lazımdır. Mən sizin yanınıza gələndə də mənə məsləhət görmüşlər ki, müalicə ilə keçər. Ancaq siz baxan kimi dediniz ki, siz gecikdirmişsiniz, müalicəlik deyil. Çox sağ olun həkim. Allah razı olsun sizdən. Minnətdarım həkim. Çox sağ olun.